Salam pulgirlər. Bu gün mən sizə bank sistemi, kreditləşmə və faiz dərəcələri haqqında məlumat verəcəm. Bank sistemi pulun dövriyyəsi, eyni zamanda kreditləşmə və iqtisadi sabitliyi təmin eləyir. Və bank sistemləri özləri də kommersiya bankları, mərkəzi bank və dünya bankı olaraq bir neçə yerə bölünür. Hansı ki, kommersiya bankı sadə vətəndaşın, yəni bizlərin əli çata biləcəyi olan banklardır. Yəni məsələn, debit və kredit kartlarından istifadə etdiyimiz, həmçinin maaş və pensiyalarının alındığı və kredit götürülüb əmanət qoyulan banklar kommersiya banklarıdır. Və kommersiya banklarının da bir neçə funksiyası var ki, gəlin bunları bir-bir sadalayaq. Bunlardan birincisi əmanətlərin təhlükəsizliyini təmin edir və onların asan idarə olunmasını təşkil edir. Belə ki, insanlar banka pullarını qoyaraq həm onun təhlükəsizliyindən əmin olurlar, həmçinin də üzərində faizlə pul qazanırlar. Digər bir məsələ, kommersiya bankları istehlak və biznes kreditləri verərək iqtisadiyyatın canlanmasını təmin edirlər. Digər bir funksiyaları isə onlar pulun dövriyyəsini təşkil edirlər, hansı ki, bu nağdsız hesablaşmalar, beynəlxalq köçürmələr zamanı, yəni bu funksiyanı biz görə bilirik. Eyni zamanda da valyuta mübadiləsini yerinə yetirirlər. İndi isə danışaq kreditləşmə və faiz dərəcələrindən. Demək dostlar, kredit uzun müddətli borc müqabilində götürülən və faizlə qaytarılan pula deyilir. Təbii ki, kredit də bizə iş yerindən arayışa görə bəzən qızıl yatırmaqla, yəni banka qızıl qoymaqla, eyni zamanda daşınmaz əmlak, vəyin və s. bu kimi hallara əsasən verilir. Yəni heç nədən yerə kredit verilmir təbii ki. Yəni baxıb ona uyğun olaraq banklar bizə kredit müəyyənləşdirirlər. Təbii ki, kreditin də bir neçə növlərini biz saya bilərik. Bunlardan birincisi istehlak kreditidir və təbii ki, bu çox da məsləhət görülmür. İstehlak krediti maşın, məişət avadanlıqları və şəxsi xərclər üçün götürülən kredit növüdür. Bundan başqa ipoteka krediti var ki, bu uzun müddətli mənzil almaq üçün verilən kredit növüdür və həmçinin biznes krediti var ki, bu bizneslərin inkişafına, böyüməsinə stimul verir və eyni zamanda da təhsil krediti var ki, bu insanların təhsil alması üçün, təhsillərini təkmilləşdirməsi üçün verilən kredit növüdür ki, bunu biz ən yaxşı kredit kimi göstərə bilərik. Yəhudi atasözlərindən də biri olaraq təhsilə yatırılan investisiya batmır. İndi isə qısa faiz dərəcələrindən danışaq. Faiz dərəcəsi banka qoyulan, banka və ya maliyyə qurumuna qoyulan pulun üzərində verilən faiz nisbətinin göstəricisini deyə bilərik. Yəni bunu biz sadə dillə belə göstərsək, yəni insanlar məsələn 100 manat banka pul qoyurlarsa, bank ona 110 manat 10% üstünə gələrək pul qaytarır ki, bu da faizi oradakı 10 manat onun 10%-ni, yəni faiz nisbətini göstərir. Digər bir məsələdir ki, faiz dərəcələri. Düzdür, biz bu barədə inflyasiya və deflyasiya haqqında keçən verilişdə danışdıq. Ətraflı yuxarıdakı linkdə keçid edib baxa bilərsiniz. İndi isə qısa buna toxunmaq istəyirəm yenidən. Faiz dərəcələrinin artırıb və azaldılması. Faiz dərəcələri artdıqca insanlar borc almaqdan ehtiyat edirlər. Yəni borclanmağa ehtiyat edirlər. Bunu belə göstərsək, məsələn 100 manat üzərində 20-30% civarında faiz dərəcəsi hesablansa, yuxarı faizdir bu təbii ki, 30%, 20-dən 20-30% arası. Bu o deməkdir ki, insanlar borc almağa ehtiyat edirlər ki, çünki 100 manatın qarşılığında 20-30 manat əlavə qaytarılacaq. Yox, faiz dərəcəsi azaldılsa, yəni bunun əksi proses baş verdiksə, insanlar, yəni 100 manat üzərində 10-15% arası, 14%, 15%, 18-17%-dirsə, ortalama nisbət götürsək 15% qaytarırsa 100 manat müqabilində. Yəni bu insanları daha çox kredit götürməyə və onu iqtisadiyyatın canlanmasına stimul yaradır. İndi isə danışaq mərkəzi banklardan və onun funksiyasından. Mərkəzi bank tək bizdə deyil, bütün ölkələrdə də eyni qaydadır. Ən əsas bank hesab olunur ki, bu pulun dövriyyəsinə və eyni zamanda da pul və ya monetar siyasətə nəzarət eləyir. Mərkəzi bankın da bir neçə funksiyası var ki, o pul kütləsinin idarə olunması və ya yəni ki, artırılıb azaldılmasına xidmət eləyir. Eyni zamanda faiz dərəcələrini artırıb azaldır ki, bununla da inflyasiya və deflyasiyanı sabitləyir. Həmçinin ölkənin valyuta ehtiyatlarına nəzarət eləyir ki, o da milli valyutanın qorunub saxlanmasına xidmət eləyir. Bundan başqa Mərkəzi Bankın digər funksiyası kommersiya banklarına nəzarət etmək, onların sağlam rəqabətini təşkil etmək və bəzən də onların iflasının qarşısını təmin etməkdir.
İndi isə dostlar danışaq beynəlxalq maliyyə qurumlarından. Beynəlxalq maliyyə qurumları ölkələr arası bank sistemlərinin, yəni bir növ mübadiləsi deyə bilərik. Bunlara da misal olaraq Beynəlxalq Valyuta Fondudur ki, bu IMF kimi də tanıyırıq biz onu. O ölkələrə valyuta yardımı eləyir, yəni kömək göstərir. Bundan başqa Dünya Bankıdır ki, Dünya Bankı inkişaf etməkdə olan ölkələrə kredit verir, yəni iqtisadi sabitliyin qorunub saxlanmasında xidmət göstərir. Və həmçinin beynəlxalq ticarət banklarıdır ki, buna SWIFT kimi də göstərə bilərik ki, o ölkələr arası valyutaların mübadiləsində, yəni banklar arası valyutaların mübadiləsində öz böyük rolu var. İnsanlar bir ölkədən başqa ölkəyə pul köçürüləndə orada SWIFT kod var ki, bu SWIFT kod vasitəsilə yəni onlar pulun çatıb çatmadığını haqqında yəni izləyə bilirlər. Dostlar, bugünkü mövzumuz bu qədər. Bizi izləmədə qalın. Bizi sosial şəbəkələrdən izləyə bilərsiniz. Həmçinin də Telegrama qoşulmaqla bizim həm marafondan xəbərdar ola bilərsiniz. Təbii ki, siz də bizim marafona qoşula bilərsiniz. Eyni zamanda da gündəlik iqtisadi və maliyyə xəbərlərindən ətraflı məlumatınız olacaq. Növbəti videoda görüşənədək.